Xoş gördük. Bəli, biz hazırda Qırğızistan Prezidenti iqamətgahının ərazisində yerləşən Konqres Mərkəzinin qarşısındayıq və bu mərkəzin qarşısını Mərkəzi Asiya Dövlət Başçıları Şurasının üzvü olan ölkələrin bayraqları bəzəyir. Bir qədər əvvəl iştirakçı ölkələrin liderlərinin iştirakı ilə görüş başladı. Qeyri-rəsmi formatda olsa da liderlərin bu görüşü olduqca əhəmiyyətlidir. Xüsusilə indiki geosiyasi və yeni çağırışların formalaşdığı dönəmdə. Azərbaycan və Mərkəzi Asiyanın ortaq gündəliyi var, həm də olduqca geniş gündəliyi var. Azərbaycan bu formatın, bu məşvərət görüşü formatının 2025-ci ilin noyabrından etibarən Özbəkistanın paytaxtı Daşkənddə keçirilən toplantıdan etibarən tam hüquqlu üzvüdür və bu təsadüfi deyil əslində. Bu coğrafiya ilə Azərbaycanı həm tarixi köklər, etnik köklər, din, dil bağlılığı bağlayır, eyni zamanda bugünkü çağırışlar və əməkdaşlıq imkanları. O baxımdan ortaq gündəliyin geniş olması ilə bağlı dediklərimiz təsadüfi deyil, müxtəlif sahələri əhatə eləyir, əməkdaşlıq imkanları və nəticələr sözündə təsadüfən istifadə etmirik, çünki artıq praktik nəticələr var, xüsusilə nəqliyyat tranzit sahəsində məlumdur ki, orta dəhliz, hansı ki, Orta Asiya və Azərbaycandan keçir, şərq və qərb arasında marşrutun, beynəlxalq marşrutun olduqca mühüm segmentidir. Ancaq söhbət təkcə nəqliyyat tranzit əlaqələrindən getmir, müxtəlif sahələrdə əməkdaşlıq imkanları var və nəticələr var, müzakirə olunması bir çox məsələlər var və liderlərin indi bax, bu binada keçirilən görüşü, müzakirələri qeyri-rəsmi format olsa da olduqca əhəmiyyətlidir. Bizim hələlik buradan Çolpan Ata şəhərindən bu saata çatdıra biləcəklərimiz bu qədər. Söz yenidən sizdə.